Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə Şimali Qafqazın Ruslar tərəfindən işğalına baxacağıq. Baxaq, Şimali Qafqaz deyiləndə hansı ərazi nəzərdə tutulur? Hal-hazırda xəritədə gördüyünüz bu Azərbaycan şimalında olan yaşıl sarı bölgələr məhz Şimali Qafqaz bölgəsi və yaxud Dağıstan adlanan yerlərdir. Baxaq, burada bir sıra dağlıq xalqlar yaşayır və bu dağlıq xalqların Rusiyaya qarşı öz azadlıqlarını qorumaqdan ötəri böyük mübarizə aparırlar. 1785-ci il. Artıq 18-ci əsrin ikinci yarısında Ruslar Şimali Qafqazda Krım xanlığını 1783-də ələ keçirəndən sonra Şimali Qafqaza həddindən artıq yaxınlaşırlar və Şimali Qafqazı işğal eləməkdən ötəri planlamalara başlayır və yavaş-yavaş Şimali Qafqazın hissələrinə doğru irəliləməyə başlayırlar. Və 1785-də Rusların bu irəliləyişini dayandırmaqdan ötəri İslam bayrağı altında yeni bir xalq üsyanı olan Müridizm üsyanı başlayır. Müridizm hərəkatı. Müridizm hərəkatının banisi isə Şeyx Mənsur olmuşdur. Şeyx Mənsurun başlatdığı bu üsyan həqiqətən ilk vaxtlar uğurla nəticələnir. Belə ki, 1785-ci ildə baş verən Alda döyüşündə Müridizm hərəkatı qalib gəlir və Rus qoşunları ağır məğlubiyyətə uğrayır. Hətta 1787-1791-ci illər arasında Rus-Osmanlı arasında müharibə başlayanda bu Müridizm hərəkatının daha da yüksəlişə keçməsinə səbəb olur. 1787 müharibənin ilk ilində Şeyx Mənsur öz ordularını, öz nüfuzunu qərb istiqamətinə doğru, Şimali Qafqazın qərbinə doğru yaymağa davam edir. Lakin çox keçmir ki, Osmanlı ard-arda Rusiya tərəfindən ağır məğlubiyyətlər alır və Ruslar da yeni təsis olunmuş, yeni texnologiyalarla təsis olunmuş orduları ilə birlikdə 1790-cı ildə Kuban çayı sahilində baş verən döyüşdə Şeyx Mənsurun ordusunu məğlubiyyətə uğradırlar. Şeyx Mənsur özü də əsir düşür və Rus həbsində saxlandığı zindanda dünyasını dəyişir və Müridizm hərəkatı 18-ci yüzillikdə uğursuzluqla başa çatır və burada Rus-Osmanlı müharibəsində Osmanlıların məğlubiyyətinin payda çox böyük olmuşdur. Davam elədik. 19-cu əsrin əvvəllərinə gələk. Türkmənçay və Ədirnə sülh müqaviləsi nəticəsində Cənubi Qafqazın işğalını başa çatdırdıqdan sonra Ruslar artıq Şimali Qafqaza doğru irəliləməyi qərarlaşdırırlar və 1829-da Qafqazda yeni bir azadlıq hərəkatı başlayır. Bunun isə əsas səbəbi Rusların ələ keçirdikləri ərazilərdə törətdikləri milli və dini zülm və həmçinin digər tərəfdən burada dağlıq xalqların yaşadıkları ərazilərdən onları zorla köç etdirmələri idi və buna görə də üsyanlar başlayır. 1834-1859-cu il üsyanın ən parlaq illəridir. Belə ki, bu dövrdə dağlıq xalqların mübarizəsinə kim başçılıq edir? Məşhur şəxsiyyət Qafqaz qartalı Şeyx Şamil. Şeyx Şamilin başçılığı ilə aparılan üsyanın gedişatında Ruslara qarşı dəfələrlə böyük qalibiyyətlər əldə olunur. Hətta Şeyx Şamil imamət adlanan bir dövlət yaratmağa da nail olur. Üsyanın gedişatında öz qoşununda sərt nizam-intisam yaradır və bundan başqa Ruslara qarşı hər cürə mübarizəyə aparır. Həm silahlı, həm dinc, hər tərəfli Ruslara qarşı vuruşur. Və bu müharibələrində həmçinin biz Azərbaycan tarixində əlaqələndirəndə inşallah deyəcəyik, Şeyx Şamil Azərbaycanın şimal xalqlarından, Çarbala kənlərdən, Quballardan da dəstək almış. Həmçinin Osmanlı dövlətindən də Şeyx Şamilə çox böyük yardımlar olmuşdu. Lakin Şeyx Şamilin apardığı mübarizə də uğursuzluqla nəticələnəcək. Belə ki, böyük bir insan toplumuna sahib olan Rusiyanın Dağıstanı ələ keçirməsi çox da uzun çəkməyəcəkdir. 1859-cu il Şeyx Şamil qeyri-bərabər baş verən döyüşdə artıq döyüşün sonunda məğlub olur və düşmənə təslim olmaq məcburiyyətində qalır. Ailəsi ilə birlikdə Rusiya aparılır. Bir ay Rus çarının qəbulunda qalır. Rus çarı gözlənilən əksin olaraq ona mehriban davranır və bir ay onu öz yanında qonaq saxladıqdan sonra onun sürgün həyatı başlayır. Lakin bir xeyli vaxt keçəndən sonra, bir 10 il keçəndən sonra Şeyx Şamili Rusiya
həccə getmək istəyini qəbul edir və onu ilk öncə İstanbula yola salırlar. İstanbulda Şeyx Şamili Sultan Əbdüləziz qarşılayır, ona ayrıca bir gəmi ayırdır. Həmən gəmi ilə Şeyx Şamil gedir Ciddə limanına, gəlir Məkkəyə, Kəbə ziyarətini həyata keçirir. Daha sonra isə Mədinəyə gəlir, Peyğəmbərlər şəhərinə və burada da elə 74 yaşında dünyasını Şeyx Şamil dəyişir. Şeyx Şamilin 1859 əsir düşməsindən sonra hərəkat həddindən artıq zəifləyir və 1864-də Dağlıq xalqlarının mübarizəsi başa çatır. Dağlıq xalqları məğlub olur və Rusiya bütün Qafqazın işğalını başa çatdırır. Tarixə Qafqaz müharibəsi olaraq düşüb 1817-64-cü illər Qafqaz müharibəsində Rusiya qalib gəlir və bütün Qafqazın işğalını başa çatdırır. Deməli, sual verilir. Cənub Qafqazın işğalı nə zaman başa çatıb? 1829. Bəs Şimali Qafqazın işğalı nə zaman başa çatıb? 1864. Tam şəkildə Qafqaz Rusiyanın tərkibinə keçdi. Elə sonun Şimali Qafqazın ilini deyirik. 1864-cü il. Beləliklə işğal olunmalardan sonra Ruslar yerli halini yenə öz yerləşik yerlərindən, kəndlərindən qovub çıxarırlar mühüm nöqtələrindən və bura çoxlu Rus hərbi dəstələri, bundan başqa Rus ailələri, Kazak ailələri köçürülməyə başlanılır və milli və dini zülm getdikcə artır. Beləliklə biz sizlə Şimali Qafqaz xalqları barədə bugün danışdıq. Ümid edirəm sizin üçün anlaşılı oldu mövzu izahatı. Növbəti mövzu izahatlarında görüşərik. Sağ olun, salamat qalın.